Axşamınız xeyir olsun xanımlar. Xoş gəlmisiniz bugünkü seminarımıza. Mən Günəş Büro müdürü Lalə Yazıcı. Bugünkü seminarımızı 5 önəmli qanunun həyatımıza və biznesimizə təsiri haqqında bir başlıq qoymuşduq. Və istəyirəm ki, bu qanunlar, bəlkə də çoxlarınız bu qanunları bilirsiniz. Amma bunları biz necə istifadə edirik, elədikmi, e, və ya eləyərik, yarayarmı işimizə? Bugün istəyirəm onun haqqında dialoqlar eləyək, diskussiyalar eləyək. İstəmirəm ki, sadəcə mən danışım və siz dinləyəsiniz. İstəyirəm ki, bərabər danışaq, təcrübələrimizi bərabər bölüşək. Və ən birinci qanun, səsim yaxşı gəlir yəqin ki, çox vaxt səsimin zəifliyinə xanımlar şikayət edirlər. Birinci qanun Murphy qanunudur. Hansı ki, bir şeyin olmasından nə qədər çox qorxarsanız, gerçəkləşməsi o qədər artar. Həyatda da qorxan gözə çöp düşər misalı Murphy qanununu üst-üstə düşür deyə bilərik. Deyilmi qızlar? Bax, bir şeyin olmasından nə qədər çox qorxarsanız, gerçəkləşməsi o qədər artar. Bu qanunu həyatınızda heç yaşamısınızmı, rastınıza çıxıbmı? İşdə olsun və ya şəxsi həyatınızda olsun, qorxduğunuz yerdən gözünüzə çöp düşübmü? Çox istəyirəm kameralarınızı kamera yox, səslərinizi açasınız və diskussiya qoşulasınız, dialoqa daha doğrusu. Birazdan xanımlar daha çox olacaq, sadəcə danışmaq istəyənlərin sayı artacaq. Ona görə nə qədər ki azsız danışmaq istəyənlər danışsın. Bir şeydən qorxmaq. Ən çox nəydən qorxuruq? Məsələn, şəxsi həyatda deyək ki, bizi qorxuzan şey sağlamlığın itirilməsi, maddiyyatın itirilməsi və işdə də elədir. İş həyatında da uğurun, başarının itirilməsi insanı qorxuya salan şeylərdir, faktorlardır. Və olubmu ki, siz qorxduğunuz bir şeyi itirəsiniz, məsələn, dediyim kimi. Bir dəqiqə qeydlərimi alacağım. Sadəcə bu somut deyil, yəni gözdən görülən konkret bir şey, məsələn, bu var idi, bunu itirdim, şeyin olmasından qorxdum, o oldu. Bu daha çox bu cür mövzularda ola bilər. Ən çox məsələn, valideynləri itirmək, uşaqları itirmək, xüsusən xanımlarda qayğı pozuntusundan, anksiyetalardan yaranan, durmadan tetiklənən, onları gecə-gündüz tetikləyən və sonunda baş verən olmasına şərait yaradan, bu düşüncələrlə həmişə olmasına şərait yaradan fikirlərdirlər. Məsələn, çox vaxtı, ən çox işdə mənim rastlaşdığım şeylərdən biri də budur ki, insanlar fikirləşir ki, biz kiməsə məlumat veririk. Kiməsə məlumat verəndən sonra bu işə qoşulur. Hələ məhsulu getmədən onlar ödəmə eləyirlər. Çox vaxt deyirlər, Lalə xanım, necə güvənirlər də bizə məsələn bu ödəmələri eləyirlər. Və zamandan da bu qorxular bilirsiniz nə olur? Gerçəyə dönüşür. Onlara güvənməyən insanlar çıxır qabaqlarına. Nə qədər anlatırlar, anlatsınlar, inandıra bilməyəcəkləri insanlar çıxır təəssüf ki, qarşılarına. Bu nöqtəyə nəzərdən bizim eləyəcəyimiz şey nədir? Nədən ki, nəyin ki olmasından qorxuruq, o şey həyatımıza çəkirik, o Murphy qanunu dəyişdirməliyik. Onun üzərində işləməliyik. Nəylərin üzərində işləməliyik? Bu günlərim istəyirəm ki, onları vurğulayaq qızlar. Düzdür, qoşulmursunuz. Əslində bu lazımdır ki, müzakirələrlə eləyək biz bu söhbətləri. Çünki bu qanunlar boşuna yazılmayıbdır. Bu insanlar bunları boşuna yazmırlar. Uzun illər cəmiyyətdə insanlar arasında müşahidə elədikləri nəticələrdir bunlar. İkinci Kindling qanunudur. Bir problemi bir yerdə açıq və net formada yazarsanız, məsələnin yarısı həll olmuş olar. Baxın, bu da çox önəmli bir faktordur. Biz hər zaman deyirik, seminarlarımızda da deyirik,
Mütləq qeydlər götürün, yazın. Bir yerdə məsələn danışılanlar, eşidilənlər, seminarlara qatılırsınızsa və ya fikirləriniz varsa ekip böyütməsində mütləq bir yerə yazın. Yazmaq nə deməkdir? Yarısı bir şey yazanda yarısı həll olur. Bu sadəcə uğur və başarı ilə əlaqəli deyil. İnanın ki, beyninizdən keçən pis fikirləri belə yazsanız, nə qədər sizin beyniniz boşalacaq, sərbəst buraxılacaq. Məsələn, Laləyə qarşı aqressiyanız var. Yazırsınız. Lalə filan vaxtı beləncə söz dedi, o mənə belə duyğular yaratdı, o söz məndə negativ cümlələr istifadə elədi. Negativ cümlələr məndə negativ duyğular yaratdı. Məsələn, filan yerdə filan hərəkət elədi, nə bilim, yalan danışdı, nə bilim, neynədi. Bunları ki yazırsınız, o aqressiya ki, o fikirlər ki var, sizi narahat eləyir, o da yarıya düşür. Bu pozitivdə də belədir, negativdə də belədir. Yəni, həll olmuş olur məsələ. Varmı yazanlar? Günlük yazmaq da çox yaxşıdır. İnsanlar yaza bilir. Təəssüf ki, mən heç elə şeylərdə həvəsi olmayan adamam da günlük dəftər tutmaqda falan. Amma müəyyən vaxtlarda müəyyən qeydləri aparmağı çox sevirəm. Mütləq qeyd dəftərim var. Mütləq bir dənə deyil, bir neçə dənədir. Çünki fərqli sahələrdə bir neçə dəftər tutmuşam və onların hamısını qeyd edirəm. Bu çox önəmlidir və işimizdə də daim. Əgər biz hədəflərimizi yazsaq, məsələn, aylıq, həftəlik, yarım aylıq hədəflərimizi yazsaq, inanın ki, onu yazmaq elə onu eləməyə bərabər bir şeydir. Bu çox önəmlidir. Üçüncü, Gilbert qanunudur. Bu bizim işimizə çox yaxın bir qanundur. Bir öhdəçiliyi götürdüyünüz zaman istədiyiniz nəticəyə çatmaq üçün ən güclü, ən düzgün yollar tapmaq hər zaman öz məsuliyyətinizdədir. Bir öhdəçiliyi götürdüyünüz zaman istədiyiniz nəticəyə çatmaq istəyiriksə, ən düzgün yolu tapmaq öz məsuliyyətinizdir. Məsələn, deyək ki, biz öhdəçiliyi götürürük. Nə edirik? Sən öncü olmaq istəyirik, bronz öncü olmaq istəyirik, müdür olmaq istəyirik, hər nə olmaq istəyiriksə, Gilbert qanunu deyir ki, burada nəticəyə çatmaq üçün, yəni istədiyin karyeraya çatmaq üçün ən düzgün yolları tapmaq hər zaman öz məsuliyyətindədir. Yəni biz bu cür deyək ki, nə edirik? Hər daim üst sponsor, müdür, bunlardan bəzən şikayət edirik, bizi düzgün yönləndirmədiklərinə inanırıq. Niyə bizi düzgün yönləndirmirlər deyə şikayətlər edirik. Karyerada əgər atlaya bilmiriksə, müdürümüz günahkardır. Yaxşı pul qazana bilmiriksə, düzgün ekip qurmamışıq. Düzgün ekip qurmamışıqsa, sponsorumuz günahkardır. Yəni, biz işimizdə çoxlu belə bəhanələr gətiririk. Amma Gilbert qanunu deyir ki, düzgün yollar tapmaq hər zaman sənin öz məsuliyyətindir. Çünki qarşıdakı nə qədər günahkar saysan, sən işin düzəlməyəcəksən, özünü də günahkar saymamalısan, qarşıdakı da günahkar saymamalısan. Sadəcə düzgün yollar tapmaqda cəhd eləməlisən. Məsuliyyət götürmək. Məsuliyyət götürmək, o ki, ekibimi böyütmək sənin öz məsuliyyətindədir və sən bunu dərk eləyəndə daha yaxşı inkişaf edə bilirsən. Daha çox irəli gedirsən. Mən zaman-zaman böyüyə bilməyən, yarı yolda qalan insanların şikayət elədiklərini görürəm. Amma biz hamımız bilirik ki, heç kəsdən şikayət eləməyə dəyməz. Məsələ bizim özümüzdə olur betir. Başqalarını dəyişməyə çalışma. İstəyirsənsə işlər rahat olsun, özünü dəyiş. Yəni, özünü dəyişsin, dünya dəyişər. Bu nöqteyi nəzərdən də biz, əgər öhdəçiliyi götürəcəksə, məsuliyyət götürəcəksə, irəli gedə biləcəyik. Özümüzə aid öhdəçiliyi və məsuliyyəti öz sponsorumuza və ya müdürümüzə yükləyiriksə, biz irəli getməkdə təəssüf ki, əziyyət çəkəcəyik. Deyilmi qızlar? Varmı narazı olan?
Axşamınız xeyir Layla xanım. Tam haqlısınız. Mən də razı Tamam. deyiləm. Tam fikrinizə razıyam. Çox sağ olun Rita xanım. Necəsiz? Sağ ol əzizim. Çox sağ olun. İşdəyəm, amma sizi dinləyirəm. Ay nə gözəl, nə gözəl. Yorulmayasınız, kolay gəlsin. Görürəm. Bir qanun da var, Wilson qanunudur qızlar. Deyir ki, Wilson deyir ki, əgər biliyə və zəkaya adaptasiya olmağı ön plana çəksəniz, gəlir gəlməyə davam edəcək. Biliyə və zəkaya adaptasiya olmaq. Bu çox önəmlidir. Biz inkişaf eləmək istəyirik, amma inkişafı sadəcə maddi necə inkişaf eləyə bilərəm, onu düşünürük. Amma maddi inkişaf eləməyin yolları bilikdən və zəkadan keçir. Və necə ki, Gilbert qanununda deyir, öhdəçiliyi və məsuliyyəti öz üzərinə götürməlisən. Eyni zamanda biliklərə də yiyələnməyi öz öhdənə götürməlisən. Sən biliklərə yiyələnməsən, böyüməsən, inkişaf eləməsən, sən ekibin də inkişaf eləməyəcək, böyüməyəcək. Çünki niyə? Çünki mənbə sənsən. Sən nə ötürsən onlara, onlar onunla bəslənəcəklər. Sadəcə pul deyə bəsləsən ekibi, onlar da hep pul deyəcəklər və bu uzun vadəli bir uzun müddətli bir şey vəd eləmir. Bu qısa müddətli qazanclardır. Amma bilik və zəkaya odaqlı özünü inkişaf elətdirmək. Hansı sahədəsinizsə o sahədə. Deyək ki, biz bugün network marketingdəyik və düşünün ki, network marketing özümüzü inkişaf elətdirmirik. Qabağa gedə bilərik. Heç cür qabağa gedə bilmərik. Çox bilik istəyən bir sahədir. Çox inkişaf istəyən bir sahədir. Durmadan yenilənən bir sahədir və sən onu ayaq uydurmursansa, sən ona adaptasiya olmursansa, oje geri getməyə başlayacaqsan. Geriləyəndə də artıq gəlir gəlmir, məsələ budur. Qanunlarımızdan biri də Falcon qanunudur ki, əgər nəsə barədə qərar vermək məcburiyyətində deyilsinizsə, onda qərar verməyin. Çox önəmli bir şeydir. İnsanlar zaman-zaman qərarsızlıqdan əziyyət çəkilir. İndiki devrin ən böyük bəlalarından biri, mən sizə deyim, şuur altında insanların. Ən böyük bir neçə problem var. Onların o ilk sırada duranlardan biri də qərarsız. Qərar verməkdə əziyyət çəkməkdir. Razısınızmı məndən? Bəli, bəli. Çünki hamısı diş pastalarında flyor yeyiblər. Nə qədər doğru. Nə qədər doğru müdürüm. İnanırsınız, araşdırmalar edirdim ki, seminarı danışacağım da nələr barədə danışaq ki, maraqlı olsun və inanın ki, insan sağlığında istər ruhsal, istər fiziksel, istər psixoloji olaraq insan sağlığını sağlam saxlamaq üçün orada yazır kimyəvi vasitələrdən uzaq durun. Yəni, bu artıq bir vaxtlar bunu demirdilər, bilənlər demirdi, amma indi belə deyil. İndi o qədər önəm verirlər ki, və söyləyir insanlar kimyəvi vasitələrdən uzaq durmağa. Çünki doğrudan da qərar verməkdə çətinlik çəkir insan. Psixoloji olaraq etkilənir, fiziki olaraq etkilənir, spiritual, ruhsal olaraq etkilənir. Təbii ki, flor əlbəttə ki, bilirik ki, bir nömrəli təsir, güclü təsir eləyəndir. Nəyə görə? Çünki ağız beyinə ən yaxın yerdir və həmən soyurulur beyinə. Ona görə və udruq daxilini gedir, simpatik sinir sistemi bilirik ki, bağırsaq, sinir ucları bağırsaqdadır. Orada da o soyurulur, təkrar buradan da gedir. Digərlərindən isə təbii ki, qoxu vasitəsilə bilirik ki, aldığımız qoxu birinci hava beyinə gedir, oksigen beyinə gedir. Bunu bilirik və daha sonrasında dəri vasitəsilə orqanizmimizə əmilən, belə deyim, dəri vasitəsilə əmilən kimyəvi vasitələr
tamamen insan psikologiyasına çökərdən şeylərdir. Və bir şey barədə qərar vermək. Buradan da qərarsızlıq, məsələn, deyir ki, tutaq ki, depressiyadasınız. Bilsəz ki, maqnezium əksikliyindən depressiyadasınız. Heç vəziyyət çəkməsiniz. Maqnezium qəbul edəcəksiniz. Depressiyadan çıxacaqsınız. Yəni, bu qədər bəsit. Vitamin B12, maqnezium insanı depressiyadan çıxardan şeylərdirlər. Yəni, həqiqətən, bunlar həqiqətdir. Və bilsək ki, biz bu qərarsızlıqlar, bizim belə psixoloji xoş olmayan, naxoş vəziyyətdə salan şeylər istifadə elədiyimiz kimyəvi vasitələrdir. Çünki həyatımızın çox geniş hissəsini tutur. Parfüm, kosmetika deyir ki, istəyirsən ki, keyfin yaxşı olsun. Sən bilmirsən ki, sən kimyəvi vasitələrlə yuyundun. Bunun bir video roliki var, müdürüm, ona baxmışam. Kimyəvi vasitələrlə yuyundun, kimyəvi vasitəni dişini fırçaladın, çıxdın duşdan, gəldin kimyəvi vasitələrlə tətbiq elədin baxım ürünləri, nəmləndiricilər falan, kimyəvi kosmetik vasitələri istifadə elədin, kimyəvi parfüm istifadə elədin, sintetik yeməklər yedin və sən xoşbəxt olmaq istəyirsən, sən depressiyada olmaq istəmirsən, psixoloji sağlam olmaq istəyirsən, nevroz olmaq istəmirsən, bu cür şeylər hamısı inanın ki, yəni bunu mən bir ersaqçıyam deyə demirəm. Yəni mən illərlə zaten axtarmışam, bunların bu olduğunu bilmişəm. O yoldan ersağa gəlmişəm zaten mən, yəni kimyəvi vasitələrdən əziyyət çəkən biri olaraq, hətta deyərdim ki, kimyəvi vasitələrin öldürdüyü biri olaraq nə yaradır? Serotonindir, melanindir, bütün bu hormonlar hansı ki bizə xoşbəxtlik hissi verir, hansı ki bizi yaxşı hiss elətdirir. Yəni bunlar elmi adlarını çəkmək istəmirəm. Hamının anlaya biləcəyi dildə danışmaq istəyirəm. Bunlar neyinir? Özümüzü bədənimizdə yaxşı hiss elətdirmək üçün bizə lazım olan hormonlar, vitaminlər, minerallar və amin turşularının hamısını işləyişini zəiflədir. Zəiflədir və nəticə etibarı ilə biz özümüzü mutsuz hiss edirik. Baxırsınız da, yəqin ki, küçəyə çıxırsınız. Mən çox müşahidəçi insanım. Mutsuz sifətlər o qədər çoxdur ki, insanların üzündən bədbəxtlik yağır. Yəni ki, o paraşotla geyinilən, yuyulub geyinilən, o paltarı geyinən insan xoşbəxt olamaz. Çünki onu qoxulur. Hər nəfəsdə o bədbəxt hiss edir özünü. Mümkün deyil özünü xoşbəxt hiss edir. 200-300 illik insanlar üzərində insanları bu vəziyyətə gətirmək üçün deneylər eləyirlər. Necə eləyə bilərik ki, insanlar sürü şəklində yaxşı idarə eləyə bilək. Təəssüf ki, yəni artıq o istəklərinə gizli dövlət dediyimiz, dərin dövlət dediyimiz, bizim bilmədiyimiz dünyanı idarə edən insanlar, gördüyümüz insanlar deyil dünyada, gördüyümüz liderlər deyil dünyayı idarə edənlər. Onların arxasındakılardır və onlar da buna çatdılar, nəhayət çatdılar. Salgınlarla, müharibələrlə, kimyəvi bu cür zəhərlərlə, çox bilmədiyimiz şeylərlə evimizə səssizcə girdilər. Təbii ki, bura siqaretdir, alkoldur, narkotik vasitələrdir. Bunları heç saymaq istəmirəm. Sir sifətini, üzünü qəşəng bəzədilər. Qəşəng qablaşdırmalarda baxırdım, görüb nə var yanımda qəşəng qablaşdırma. Kurkuminimi tapdım, işte kimyasal heç nə yoxdur. Qəşəng qablaşdırmalarda zəhərləri doldurdular o gözəl qabların içinə, ötürdülər bizə. Biz də qabını anlandıq, şəklinə, şamanla, qoxusuna, rənginə, hər şeyini anlandıq, aldıq gətirdik. Onlar da istədiyi şeyə çatdılar. Necə ki, bax, adicə bəsit, buna hamısını kimyəvi vasitələr, heç nə demirəm. Araşdırın, özünüz də YouTube-da görəcəksiniz. Kimyəvi vasitələrin yaranma səbəbləri adicə ftordur. Müdirlərimiz dəfələrlə danışdıqları seminarlarda biz öz aramızı dağıtmışıq, bilirik ki, ftor Amerikanın üsyankar əskərlərini özlərinə tabe eləmək üçün, təbii ki, Amerika işğaldan sonra sömürgəyə, İngiltərə sömürgəsinə keçəndən sonra yerdə fakt ki, baş qaldırırdı. Onlar sömürgə olmaq istəmirdi. Onlar öz vətənləri üçün savaşırdılar, haqlıydılar. Amma işte onlar da onu sömürgə eləmək istedi ki, yox, sən mənim baskım altında olmalısın. Bu şəkildə nə oldu? Götürdülər hərbi hissənin birində ftor qatdılar diş macunlarına və
Oradan onlar uysal oldu. Eyni o proqramı nədən bütün dünyada eləməyək deyə bütün diş macunu flor qatdılar və görün ki 1800-cü illərdən 2000-ci illərə gəlmişik və 200-300 ilə yaxın bir devirdir ki, bu bir proqramdır, bu bir plandır, sintetik ilaçlar, sintetik qidalar, sintetik təmizlik vasitələri, kimyasallar həyatımıza soxdular, bilinçli şəkildə soxdular və biz neyinirik qızlar? Biz əslində onlara savaş açırıq. Biz onlara üsyan edirik. Ersaqçılar hamısı üsyankarlardır. Üsyankar ruhu olmayan insanlar ersaqda qala bilmirlər. Çünki onlar nə üçün savaşdıqlarını bilirlər. Çünki onlar kimlə savaşdıqlarını və niyə savaşdıqlarını bilirlər. Onlar yaxşı dünya üçün, təmiz dünya üçün, bunun üçün savaşırlar biz. Uşaqlarımıza daha gözəl gələcək qoya bilmək üçün, daha təmiz, ekoloji təmiz dünya qoya bilmək üçün. Deyək ki, bizə atalarımız bunu verdi. Bəs biz nə verəcəyik? Bizim əlimizdə artıq heç nə yoxdur. Çolaq, quraq torpaqlar, kirlənmiş atmosfer, hava. Yəni ki, biz nələr verəcəyik? Heç olmazsa dama göl olar. Yəni ki, məsələn, mən ilk Ersağa qatılanda daha ilk idi, şirkət çox yeni idi. Ən çox etkilənmişdim kanalizasiyalardan axan kimyəvi vasitələrin dənizə tökülməsindən. Çünki balığı çox sevirəm və o kimyasalların içində üzən balıqları yeyirsə heç nə fayda almırıq ondan. Omega falan yoxdur orada. Ondan çox etkilənmişdim və düşünürdüm ki, bir dənə mən istifadə eləməsəm məsələn kimyasal nə dəyişəcək ki qıya. Onu fikirləşdim, amma o fikri həmən də pozitiv ilə əvəz elədim. Bugün bir dənə mənə, o hər zaman deyirik, bir gündən bahar olmaz, amma bütün baharlar bir günlə başlayır. Baharlar bir günlə başlayır. Və bizlər o ön ayaqçılarıq. Biz hamımız o baharın ilk gülləriyik ki, açdıq və öz ətrafımızı çoxlu güllər neynədi? Kömək elədi ki, onlar da çoxalsın. Yəni, bu cür cümlələri biraz düz qura bilmirəm, danışdığım xarici dilli olduğum üçün. Bəzən özümdən dalga, Ruslar Türkçe demiş, dalga keçməyi çox sevirəm, əylənməyi çox sevirəm. Hərdən bir söz Azərbaycanca tapmıram, o sözü Rusça işlədirəm. Güya mən Rus dilliyəm, güya. Heç Rus dili falan deyiləm. O an sözü tapa bilmirəm sadəcə. Tanımlar, kimsə sözü var, kimsə nəysə demək istəyir. Qızlar, ay gözəllər. Gülbahar xanımın kamerasını açıq görəm. Canım mənim. Axşamınız xeyir Lalə xanım. Axşamınız xeyir canlar, axşamınız xeyir. Çox sağ olun gözəl məlumatlarınız üçün. Sağ ol Güngöncüm, sən sağ ol qızım. İnanırsınız bir dənə seminara qatıldım, siyasətdən də məlumat verdiniz. Çox sağ olun. Hələ özümü çox buraxmadım. Çox dərin danışa bilərəm. Xoş oldum. Canımsın. Əslində bunlar bilsələr ki, biz necə siyasi dərslər məlumatlar alırıq. Yəni elədir müdürüm. Məsələn, bax, ftordan danışdıq. Paraşütlara tökülən fosfatlar da elədir də, bilirsiniz. Kanser xəstəliyi 1940-cı illərdən sonra sürətlə dünyada yayılmağa başladı. Niyə? Çünki ilk 43-cü ildə 2-ci Vətən müharibəsi devrində fosfatlı paraşütlar yaranmağa başladı və onunla da sürətli şəkildə bu cür kanser yayılmağa başladı. Evlərimizə nə qədər çox girdisə, onkologiyalarımız o qədər doldu. Çox təəssüf. Həqiqətən də nə bilmirəm biz. Amma mən bilirəm ki, bizdə o güc var ki, ondan baş eləyərik. Mən buna inanım. Ersaqçılar, çevrə könülləri güclüdür. Buyurun Gülbahar xanım, canım mənim. Əbruz xanımı da gördüm. İkinizi də öpürəm. Sağ olasan. Nə yaxşı ki varsınız. Vallahi. Çox gözəl. Belə adam elə deyib danışasınız. Qulaq atılır. Heç siz istəyiz bizim danışmağımız olsun. Vallahi.
Bəs belə deyək də, ona görə deyirlər ki, network sahəsində deyir, networka gəlmədiyiniz vaxtı, bir də networkda artıq inkişaf edəndən sonra fərqinizə baxın. Görün, Bəli, deyir, bəli. nə qədər inkişaf edirsiniz. Bəs mən hər zaman ona görə sevinirəm. Şəxsən mən ömrümdə bilmədiklərimi, bax bu şəxsən bu qida əlavələri haqqında hal-hazırda Lalə xanım təşəkkür edirəm bir daha. Belə möhtəşəm, həqiqətən bilgimizi bir daha artırırsınız, hərdən yeniliyirsiniz. Bax, ona görə mən sevirəm bu network sahəsini. Yəni, hər tərəfli inkişaf edirik. Yəni, doğrudan bu belədir. Bir daha təşəkkür edirəm sizə. Buyurun hocam. Həqiqətən də insan network sahəsində inkişaf eləməkdən başqa bişir. Hər tərəfli bişir. Bəli. Həm insan ilişkilərində bişir. Bir- Sənin qarşında artıq oturanda bilirsən ki, kim oturur. Tamamilə doğrudur. Baxın, networkda doğrudan da bilgimiz bizim həyatda da bizə çox lazımdır. Tək networkda yox. Elə dediyiniz kimi psixoloji formada insanları tanımaq, yanaşmaq, yəni çox bir şeylərdir. Mən deyərdim elə hər şeydə. Adicə bir siyahı tuturuq, biz indi bilməm tutanlara aiddir. O siyahı o qədər bizim işimizə yarayır. Adicə bir tutaq ki, elektrik axtarırıq. Baxırsan, filan kəs tanışım vardı burada elektrik məsələm deyirəm. Yəni doğrudan da xırdalayanda network sahəsi çox geniş bir sahədir. Ona görə də sevirəm ki, bu sahədə olan insanlar hər zaman irəli gedirlər, daha çox bilgi toplayırlar, daha fərqli olurlar. Belə deyək də, dünyanı gəzirlər, inşallah bizlərə də qismət olar, xırda-xırda belə. Hər şey bunun içindədir. Çox doğru Rita xanım, baxın, müdürüm üzr istəyirəm, bir cümlə quracağım, sonra sizə söz verəcəm. İnsan tarix oxuyanda sadəcə tarix oxuyur. Riyaziyyatçı sadəcə riyaziyyat, musiqiçi sadəcə musiqi. Amma network elə bir şeydir ki, insan o qədər geniş üfüqlərini, baxış bucağını çox geniş açar. Bəli, tamamilə doğru. Buyurun Əfruz müdürüm, üzr istəyirəm, sözünüzü kəsdim. Yo, mən sadəcə hərdən bir fikrimi bildirirəm, amma əslində bayaq o dedilər ki, siyasi məsələlər, amma inanın ki, biz deyək ki, bir evdar xanım olaraq, yaxud bir şirkət təmsilçisi olaraq özümüzü kənarda saxlaya bilmərik. Biz bu həyatın bir parçasıyıq. Və düşünün ki, yəni müasir zamanda gündən-günə bioloji müharibələr çoxalır. Bax, bu nə deməkdir? İnsanları artıq kütləvi surətdə qırılması üçün hazırlanan müharibələrdir. Yəni, yaxın zamanda olan elə pandemiyanın, koronanın fəsadlarını hamı gördü. Və bizə xüsusilə başqanımız hər vaxt bunu xüsusi təlimlər keçirir ki, insanlar bu bioloji müharibələrin qarşısını almaq üçün mütləq şəkildə profilaktik olaraq sağlıqlarını qorumalıdırlar ki, immuniteti güclü olan bir insana heç nə təsir edə bilməz. Sadəcə bunu bilməyiniz belə yetərlidir. Amma insan immunitetini necə qorumalıdır? Bir ersaqçı olaraq, təbii ki. Ona görə biz hər zaman bir ersaqçı olmanın fəxrini, qürurunu yaşayırıq dedikdə, məhz əsasən burada bir geniş spektrdən söhbət gedir. Yəni, siz sadəcə burada satış yaxud ki, özüm üçün bir biznes qurum deyil. Yəni, yaxud qlobal kirlənmənin qarşısını alaraq məhsullar təqdim edim. Baxın, görün bizim işimiz nə qədər geniş əhatəli bir işdir. Düşünəndə həm gələcək nəsillərin yaşayacağı dünyanı qorumaq bizim müqəddəs borcumuzdur. Xüsusilə xanımlar olaraq. Düzdürmü? Hər kəs öz övladlarını, nəvələrini, nəticələrini axır ki, düşünməliyik də biz. Düzdürmü? Üstəlik də bugünkü sağlığımızı, yəni ailəsini düşünən insan ilk növbədə öz sağlığını düşünməlidir. Yəni, bu qədər net olaraq. Doğru. Sağlığını düşünməyən bir insan, necə deyirik, sağlam canda sağlam ruh olur. Sağlam ruhunda təbii ki, sağlam düşüncəsi olur. Belə. Biz yəni ersaqçılar olaraq insanlarımızı maarifləndirməliyik.
Çox doğru. Doğru. Baxın, biz maarifləndirə bilsək belə də dəqiqliyi ilə, xırdalığı ilə, mən bilirəm ki, burada bütün insanlar özünə şey eləməsə də, amma hər kəs övladlarına qarşı laqeyd ola bilməzlər. Bu bir mənalı. Bəli. Övladlarına görə laqeyd ola bilməzlər, bəs o zaman da belə deyək də, ərsaq məhsullarını dəyərləndirərlər, misal üçün istifadə edər. Bax, əsas budur. Çünki bugünkü gündə o xırdalıqları etməliyik ki, o qarşımızdakı insanlar yəni həqiqətən fərqi anlasın, fərqi görsünlər. Bu çox vacibdir. Mən indi bilmirəm, burada yenə o cümləni deməyin yeri var ya yox. Baxın, biz burada bir orduyuq. Heç nə yox. Bax, hər 2 aydan bir evinə nələrsə almalı deyillərmi bunlar? Bax, söhbət odur ki, biz bugün elə öz aramızda olanlar belə demirəm yetərin qədər. Ən azından bunu görməmək, hiss etməmək olar. Mənə çox maraqlıdır. Yəni konkret olaraq Ersaqda olma, hələ də harda olduqlarının fərqində deyirlər. Amma Əgər elə bir deyil. insan marketini dəyişməyibsə, Bəli, bax, bəli, elə deyirsiniz, mənə özümə qəribə gəlir ki, demək fərqində deyil. bunlar marketini dəyişməyiblər. Bunu nə bilim, mənə çatmır. Yəni, əgər o marketin dəyişməyən insanların ümumiyyətlə qrupda olması belə düzgün deyil. Gələk evlərə girəyik, Əfruz xanım. Evlərə. Bəli, bəli. İndi Lalə müdürüm, Lalə müdürüm, sizi zəbt elədik vaxtınızı. Bağlı, üzürlü sayın. Yox, xanımlar, xoşdur. Nə demək? Sadəcə mən danışacağım deyə bir şey. Vay, günəş doğdu buralara. Bayaqdan açın da kameranı. Açım da. Yəni, bu doğrudan belədir. Yəni, üzürlü sayın. Yəni, çox gözəl söhbət getdi də. Vallahi mən özüm çox faydalanıram. Həqiqətən sizləri dinləyəndə, siz müdirləri dinləyəndə, elə öz aramızda olan fərq etməz müdir olmayanlarda. Hər kəsdən bir şey öyrənir. Nə gözəl. Mütləq. Və Falcon qanunu deyir ki, əgər kişi gör uzaq görəndir, deyir ki, əgər nəsə barədə qərar vermə məcburiyyətində deyilsinizsə, onda deyir qərar verməyin. Bilib, cəmiyyət bu vəziyyətə gələcək. Kimyasallar insanları bu günə qoyacaq. Adam bilibdir. Deyilmi, müdürüm? Bəli, eminim. Və bayaqlarım Əfruz xanım dedi, bioloji savaşlar düz deyir. Savaşların yönü dəyişdi. Artıq silahlarla savaş bitdi. Bioloji və üstəgəl ekonomik savaşlar başladı. Və biz nə edirik? Biz təbii ki, həm bioloji olaraq, həm ekonomik olaraq bu şəkildə özümüzü qoruyuruq. Öz işimizə möhkəm yapışmalıyıq. Harada olduğumuzu fərqinə varmalıyıq. Hər zaman deyirəm, Ersaq sıradan bir şirkət deyil, xanımlar. Ersaq bir fəlsəfədir. Mən hansısa şirkətə dəvət edəndə bunu dəfələrcə demişəm, bəlkə eşitməyənlər var, onlar üçün demək istəyirəm. Məni bir şirkətə dəvət edəndə ilk sualım bu olur, sizin fəlsəfəniz nədir? Böyle baxırlar ki, yəqin bu dəlidir, bu dəli hardan tutublar. Fəlsəfə nədir? Mənə maraqlıdır, cavablar necə olur? Fəlsəfə nədir? Cavab yoxdur, Rita xanım. Fəlsəfə nədir? Necə bir şirkətin fəlsəfəsi nədir deyirlər. Mən o qədər çoxlu sayda fəlsəfə qoya bilərəm ki, Ersaq haqqında da ortaya, amma ən önəmlisi təbii ki, bütün planetə xidmət, ekoloji təmiz vasitələr, qazanc sistemini hələ qırağa qoyuram. Yəni qazanmağa hər yerdə qazana bilərik. Hər yerdə küçədə süpürüb qazanarak pul insan. Məsələ o deyil. Fəlsəfəni ali olmağı, ali olan naminə, alçaq olandan vaz keçməyi bacarmaq. Nədir ali olan? Ali olan ekoloji təmiz vasitələrdir. Hansı ki, uzaqdan baxanda bunu hamımız bilirik ki, Ersaq məhsulları baha deyil. Amma ilk baxışda baha gəlir. Məsələn, 75 manatda hamınız bunu mənim üçün kampaniyada pulsuz götürdünüz. Amma 75 manat eşidəndə baha gəlir. Bunun eynisi 10 manatı da var aptekdə. Bu nə deməkdir? Ali olan naminə, aşağı olandan 10 manatlıqdan vaz keçmək. Fəlsəfəm var axı mənim, bu qoruyur. Bu gələcək vəd eləyir. Tamamilə doğrudur. Onun üçün başqa, bax biz
daha belə elitli məhsul istifadə edir gəlsin. Evet. Baxın, mən sizə bir söz deyim. Heç vaxt dünyada ersatçıların sayı belə qarışqa kimi olmayacaq. Onun Bəli. olduğu zirvəni anlayanlar onlar istifadə edir. Mən hər zaman deyirəm ki, Lara xanım, üzr istəyirəm. Hər Buyurun. məhsulun öz alıcıları olur. Hər məhsulun öz alıcıları, hər şirkətin öz müştəriləri olur. Doğrudan. Bəli, bəli. Bizim fəlsəfəni anlamaq asan deyil. Bizim fəlsəfəni anlamaq çətindir. Amma anlamaq mümkündür. Yəni mümkünsüz deyil bunu anlamaq. İlk öncə biz Mən də- özümüzü anlamalıyıq. Yəni təbiəti qorumaq az bir şey deyil. Planeti qorumaq az bir şey deyil. Yəni bunlar ciddi məsələlərdir və bunlar həqiqətən də bizə açılan savaşların qarşısına çıxmaq üçün silahdır bizə. Ona Müdürüm görə də dediyi ağıllı insanların yeridir. Irsa ağıllı bioloji, insan. ekoloji, ekonomik savaşlarla biz hansı alətlərlə, hansı silahlarla onların önünə çıxacağıq? Tamamilə doğru. Məsələ budur. Bunu dərk eləməliyik. Bunu dərk eləməliyik qızlar. Bu çətindir, mən bilirəm. İnsanların dərk etmə səviyyəsi aşağıdır. Bunu hamımız bilirik. Amma o dərk etməni qaldırmağın da mümkün olduğunu bilirik də. Baxın, hamımız çox bunlarla üzr istəyirəm işləyirik. Lara xanım. Mənə bax, mən olub da yəni indi başqa şeylərə qatılmaq istəmirəm. Qazanc olub, amma mən onları hamısı sağlığıma qoymuşam. Gedib sağlığıma xərcləmişəm. Yəni buradan qazanmışam, oradan sağlığıma qoymuşam. Mən ona görə ağız doldurub bu dəqiqə məndən qazancı soruşum. Qazancımı qazanc kimi. Üstəlik də xüsusi vurğulayıram ki, bugünkü gündə bax mənim sağlığım, mənim o indi bilənlər bilir, bilməyənlər də mən 1 il onkologiyada yatan bir xanım olmuşam. 1 il sərhəsər xəstəxanada yatmışam. Əməliyyatlarımın sayı hesabı belə itirmişəm. Sözümün canı o deyil. Deyirəm, əgər bugün mən o xəstəxanalardan uzağamsa, reseptlərdən uzağamsa, həkimlərdən uzağamsa, şükür, min şükür, yəni bu formadayamsa, istər gözəllik tərəfdən də mütəmadi kosmetologlara üst tuturdum. Axı daxili problemlər falan filan. Doğru. Nə borcumda qurtarmırdı, nə bir abır da gəlmirdi. Məyər bunlar qazanc deyilmi? İnsaf hər tərəfli kömək eləyib də sizə. Necə? Hər Bəli. tərəfli kömək eləyib. Tam bəli, bəs mən ona görə sevirəm Ersakı da və məni bura gətirən, bu işdə sizləri sevirəm, məni buracan gətirmisiniz, məlumatlar verirsiniz, bu qədər gözəl, həqiqətən var olasınız. Bəs bunlar qazanc deyilmi? Yəni bunları görmək necə mümkündür? Mümkünsüzdür yəni. İndi deyirəm ki, yəni mən həqiqətən, yəni həmişə deyirəm, bu Ersak ağıllı insanların yeridir. Ağıllı insanları nəyə görə deyirəm? Çünki ağıllı insanlar onun qiymətinin də düzgün çıxarışını eləyib, nə qədər ucuz olduğunu, özünə dəyər verən, hər şeyin ən yaxşısını istifadə edir. Nə bilim, mən elə gəl bir sözlə yenə də deyirəm, hər şirkətin öz nəfərləri var. Ersakın da özünün seçilmiş bir insanları var ki, onlar inanıram ki, burada olacaq böyük bir uğurlara da imza atır. İşte öyle adamlar geldi, fikrim tık 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 tık. Şimdi öyle adamlar geldi, tesis fikrimi tamamlamaya mecburum. Çox sağ olun Rita xanım. Çox sağ olun. Sadəcə biz açılmalıyıq, bütün xalqa açılmalıyıq, daha geniş yayılmalıyıq. Yəni Ersağın bu fəlsəfəsini, Ersağın mahiyyətini göstərənlərimizin sayı gündən-günə yoxa, saat-basaat çoxalmalıyıq. Bir halda ki, bizim belə bir müqəddəs missiyamız var. Bizim dayanmağa haqqımız yoxdur. Həqiqətən. Bizim Dayanmaq işimiz bir günahdır, günahdır. çox doğru. Müqəddəs bir missiya. Çox doğru vurğuladınız müdürüm. Biz sadəcə bir şampun satan və ya bir banyo visi satan və ya bir takviye satan biriləri deyilik. Biz misyon, Ersakçılar misyon sahibidirlər. Və biz bu missiyanı layiqincə yerinə yetirməliyik. Mütləq şəkildə layiqincə yerinə yetirməliyik. Ola bilər bu günləri məsələn sayımız ürək açan şəkildə deyil. Amma olan nəfərlərimiz hamısı
Yəni bu işdə canını qoyanlardılar. Məsələ odur. Yəni ikna olunmuşlar deyil, inananlardır. Bəli, başqan da hər zaman bu Olsun. sözü deyir. Bəli, Deyir, başqa bizə inanmışlar yox, bizə inanmışlar lazımdır. inanmışlar, bəli, bəli, bizə inanmışlar bu yoldadır. Ən əsası odur. Yoxsa ki, nə var ki, sənə gəl 3000 manat verim, ekibinlə gəl bu şirkətə, get o şirkətə, ay nə bilim nə, ay nə. Onlar ikna olmuş insanlar bizə lazım deyil. Allahımıza şükür, biz bir dənə elə adam gətirməmişik şirkətimizə. Bir müdür, başqa bir şirkətin, bir liderini rüşvət təklif eləyib. Onu eləyib, bunu eləyib gətirməyibdi. Çünki biz bilirik ki, bizim işimiz o deyil. Bizə ikna olunmuş insan lazım deyil. Bizə inanmış insan. Bir nəfər olsun ekibində, o inanmış olsun. O əgər sağ istifadəçisi olsun, çevrə könüllüsü Biz o olsun. təşriflərin ən gözəlini eləyirik də. Biz ona ersağı veririk. Bəli, bəli, yəni məsələ odur. Yəni, aynen. Gəldim, Zaten gəldim, zaman Laləmlə görüm. fələkdən keçir. Axırı da vurub istəydim. İnşallah görək. İnşallah, inşallah. İnşallah. Rita xanım. Herkes salamlayıram. Salam, Rafik salam. bəy, bu vaxtı gəlib salamlamırlar. Hardasınız? Elə bilirsiniz xəbərim yoxdur burada olmadığınızda. Hamısından xəbərim var. Yo, indi geldim ben eve. Bilirəm, evə hər vaxt gəlmişsiniz, bilmirəm, seminara indi qoşulmusunuz, onu bilirəm. Bəli, indi qoşuldum, düz deyirsiniz. Ya, biz uca qutarırıq. Affetmə. Affetmə. Əsas odur ki, mən gələn kimi yəni qoşuldum. Lalə müdürüm, bir Canım. söz demək istəyirəm. Əfruz xanım bilir. Əvvəla hamınızı salamlayıram. Bayaqdan danışmaq istəmirdim, kəsmək istəmirdim heç kəsin sözünü. Əfruz xanım bilir, bugün mən Elmlər Akademiyasında oldum. Orada alimlər idi də. Alimlərlə tədbir Necə idi. keçdi ay Nərgiz xanım? Gözəl, super. Bir-iki dənə şəkil atmışam statusa. İndi qalanları montaj edib Maşallah, verəcəyəm. xeyirli olsun, xeyirli olsun. Gözəl. Nəyi demək istəyirəm? Çox sağ olun. Nəyi demək istəyirəm? Həqiqətən də mən orada baxmada orta yaş, ağsaqqal, ağbirçək, cavan, gənc hamısı var idi. Mən əvvəlki vaxtlara nisbətən elə bir bugün dilim açılmışdı. Baxmırdım qabağımda duran alimdir, kimdir. Amma onların ərzaqdan xəbəri yox imiş. İnanın. Şairlər, yazıçılar, nə bilim, fəlsəfə elmlərinin namizədi hamısında var da siyasi. Mən ərzaqdan danışanda onlar belə diqqət, axı bu dəqiqə hamısına lazım da müalicə olunsun. Onlar yaşamaq istəyirlər axı. Yaşıtı baxın 40-dan yuxarıdır. Hamısı maraqlı, hamısının da evində cavanları var. Ona görə bir neçəsini artıq üzr istəyirəm, ifadəmə görə deyəcəm. Öz aramızda həmişə deyirəm bunu. Amma burada bir neçəsini iynə vurdum. Bəli, iynə vurdum. Ersan, Bəli, ərsaq iynəsi vurdum. Bəli, bəli. Dozasını da çox elədim ki, dönüş eləsinlər. Bəli, artıq mənə deyən də oldu ki, əlaqə saxlayacağam. Ofisdə Bakıda yaşayıram deyir. Bizi də çağırın gələk ərsağa. Şirkətə dedim, çağırıram. Niyə çağırmıram ki? Yaxşı tədbirlərimiz olur. Çağıracağım gəlin. Yəni dedim, Nə sözümün gözəl, canı var. təbriklər. Sağ olun, sözümün canı odur ki, artıq o sıxılım, utanım, danışmayım, yox deməyim. Belə şeyləri biz artıq buna yox deməliyik. Biz oğurluq eləmirik. Biz nə iş görürük görəsən? Biz kimə pislik eləyirik? Biz savab qazanırıq. Biz insanlara anlatırıq ki, bilmədiyimiz bir şey var. qürurla insanlara yaxınlaşmalıyıq. Biz Bəli, çünki bəli, mən insanlara dedim. faydalıyıq. Öz dəyərimizi bilməliyik. Bəli, bir polis işçisi vaxtı ilə. Sumqayıtda o da məndən getmişdi, məndən də gəldi. Mən ona dedim, belə məmnuniyyətlə dinlədi məni. Əfruz xanım, dedim Sumqayıtda bizim tədbirimiz olacaq. Deyim, mənim qonşumsan da gəlginən. Yoluna tərəfəsənsəm, yəni mənəm. Gəlin, evdəkilərdən də kim var götürün, gəlin. Məmnun qalacaqsınız. Yəni, çox maraqlandı. Çox, inanın ki. Tək o yox, hamısı. Demək lazımdır. İşimizlə qürurlanmalıyıq, həqiqətən də. Çox danışmaq istəmirəm, vaxt gedir. Çox sağ olun. Rafik müəllim də danışırdı, sözü yarımçıq qaldı. Güzgünün qabağında hamınız bir ersaqçı olduğunuz üçün özü-özüylə bir fəxr eləyin. Eləyirik.
Eləyirik. Vallahi eləyirik. Sənə bir 5 verdim Nərgiz xanım. Salam. Gülbahar Qiymətim Qarmışımdan var. qarşısında. Çox gözəl, çox yaxşı. Salə Rafiq müdürüm müəllimimiz nəsə deyirdi, sözü tamamlaya Axşamınız bilmədi. xeyir. İzacə olar. Hamınız xeyir. Rafiq müəllim Za- biz Salə xanıma söz verdik. Üzr istəyirəm müdürümü salamlayaq. Hə, Sonra sizə buyurun. söz verək. Müdürüm, çox Bilmədik. gözəl, Buyurun, buyurun. gözəl seminar oldu. Bilmirəm, Elvin bunu qayd elədi yoxsa yox. Bilmirsiniz? Mən qayd eləmişəm. Mən qayd Hə, eləmişəm. əla, Hə. əla, əla. Paylaşarıq onda. Ağzınıza Allah sağlıq gözəl. müdürüm, çox gözəl oldu. Mən də bu Brejnevin qaşları ilə görüb qorxmayın. Yəqin ki, görürəm. Hər halinizdə gözəlsiniz. Ersağın karandaşını seçmişəm. Üzvlərimizdən biri mənim yanımda dedi ki, Ersağın karandaşı qaşları çıxardır. Mənim də qaşım seyrəkdir, üzr istəyirəm, bir bağışlayın. Bəli, bəli, mən Hə. də eşitdim. Salə xanımın sözü, mən də eşitdim. Hə, mən də axşam baxımı eləmişəm, ona görə Qəşəng. qorxmayın mən. Aydın. Qəşəng. Ay, salam. Qəşəng. Xanımlar Qəşəng. dörd Gözəl lazımdır. vaxtımız qalıbdı. Gözəl. İstəyirəm müəllimə. Maşallah hamısı. Arsaq hamını gözəl eləyib. Qocalar da cavanlaşdırıb. Hə, Qızlar, vaxtımız az qalıb, 4 dəqiqəmiz var. Rafiq müəllim, qısa alaq sizdən 11-in yarısı bitirəcəyik. Çünki hər gün seminarlarımız var, ona görə xanımları yormamaq adına. Buyurun. Mən bir dəqiqəlik danışacağım. Hı -hı. Baxın bir şey deyim hamı eşitsin. Ersağ əla şirkətdir. Ersağ super şirkətdir. Yəni mən gündə bir dənə şirkətlə gəlirlər də, ya otururam dinləyirəm hamısında. Aha. Öyrənirəm, baxıram. Bilirsiniz, Ersağ möhkəm bir kampaniyadır. Yəni köklü bir şeydir də, belə deyim. Sistemi də yaxşıdır, hər şey də yaxşıdır. Sadəcə olaraq mən baxıram ki, adi bir şey deyim. O günlər bir xanımla danışırdım. Facebookda tanış olmuşdum. Bula başqa bir şirkətdə idi. O qədər mənə öz şirkətini təriflədi ki, başladı danışmağa. Belə qazanırıq, elə qazanırıq, elə qazanırıq. Gəl bax yanımızda deyir, gör necə sən burada pul qazanacaqsan, mənə deyir. Deyirəm ki, mən tapmışam da, mən axtarmıram. Mən Bəli, istədiyimi bəli. mən dedim istədiyimi tapdım. Bu günləri mənə zəng eləyib. Dedim necəsə, işləriniz necədir? Qayıtdı ki, biz keçmişik başqa bir kampaniyaya. Deyirəm, bəs mənə tərifləyirdin ki, belə olacaq, elə olacaq, necə olacaq, yaxşı olacaq, əla olacaq. Bəs necə oldu ki, siz tutaq ki, mən indi gəlsəydim sizin kampaniyaya. Siz də orada mən gəldim, siz də çıxdınız, getdiniz. Bəs bunun axırı necə olacaqdı ki? Mən anlatmış oluruz da bunları da. Bəs siz deyir ki, yox, biz baxdıq. Deyirəm, indi sabah bir Bizi ondan çox da başqası maraqlıdır. gəlsin. Nədir onda? Hə, qayıtdı ki, dedim ki, baxın, mən sizə bir şey deyim də. Bunların deyirəm, siz getdiyiniz kampaniyalarında Bəli. onların hamısından yaxşısı dedim Ersağdır. Qayıt ki, bir il Ersağ. Dedim, nə bilirsiniz ki, Ersağdan? Hı -hı. Siz Ersağı bilsəydiniz, Ersağa gələrdiniz də. Başqa yerə niyə gedirdiniz ki? Siz sadəcə bilmirsiniz, eşitmişsiniz nəsə. Bilən adam gəlir, araşdırır, çıxır bu işin axırına, sonra oturur, fərq axtarırsa, əgər istəyirsinizsə. Belə qayıt dedi ki, düz deyirsiz. Biz deyir, günəş sistemi ilə işləməmişik heç vaxt. Deyirəm, bax görürsən, işləməmişsən. Mən azı işləmişəm, binarla da işləmişəm, günəşlə də işləmişəm. Mən bu boyda kampaniyanın içində niyə Ersağı seçmişəm ki? Elə başqasını seçərdim də, gedərdim başqasında çalışardım da. Dedim, Bəli. ona görə siz bax, oradan ora hoppandığınıza görə, buradan ora hoppandığınıza görə heç vaxt uğur qazanmayacaqsınız siz dedim. Elə uğur qazanmaq olmur. Uğur qazanmaq üçün gərək bir kampaniyadan möhkəm yapışasan, bir 3 il, 4 il orada işləyəsən, görəsən ki, orada necə pişəsən orada necə inkişaf edəsən, orada bərkəndən sonra sən heç başqa şey maraqlandırmayacaq. Bəli, bəli. Bu günləri mən açığını deyəm, Ersaq əla şirkətdir, Ersaq super şirkətdir. Sadəcə olaraq, qoy deyim, biraz açıq danışımda, biraz təlimatda biraz zəifliyi var. Qalan şeyi, hər şeyi superdir. Yəni sadəcə Rafiq olaraq... müəllim, Buyur. Rafiq müəllim, seminara gecikməyiniz bəs deyil, hələ bizə meymun deyirsiniz, hə?
Yox, o mənada demirəm. Nə mənada O deyirsiniz? mənada Bax, seminar qurtarmağa 15 dəqiqə qalmış girib de təlimat hazır. Ay boyunca Yox, hər bu axşam bunda seminarlarımız demirəm. olacaq. Ay sağ Şəxsən ol. sizi özüm izləyəcəm. Bax, Görüm nə hər gün təlimat olsa, bax, Əfruz xanım Allah şahidi. Mən deyirəm ki, hər gün təlimat olmalıdır. Hər gün. Elə gün olmamalı ki, Məncə təlimat də. olmasın. Hər gün. Hər gün. Saat Hər gün 22:30-dur. olmalı. Saat 22:30-dur. Müdirlərim saat 22:30-da seminarı bağlaya bilmirlər. Mən bir ilk olaraq bunu edirəm. 21:30-da açmışdım. 22:30-da bağlayacağam. Sağ ol. Sağ ol. Sözünüzü Mən sabaha sözüm saxlayaq. sağ Sabah da danışmalısınız çünki. Sabaha saxlayaq, uzatmayaq. Çünki gerçəkdən də yorulurlar. Sabah olanda artıq girmirlər. Razıyam. Ona görə Sağ ol. siz bizə sabah da lazımsınız. Bəli, Müsahilə müdürüm, Lalə müdürüm, üzr istəyirəm. Buradan məsələn ayrılmazdan qabaq bilsinlər ki, indidən sabahçı seminara ekiplərini cəlb etməyə başlasınlar. Bax, Bəli, bəli. təlimat əslində elə buradan başlayır. Bəli xanımlar, iyun ayı boyunca Hər zaman həftə deməyə içi sözümüz bazar var. günü xaric hər gün seminarlarımız olacaq. Ekiblərinizlə bir yerdə gözləyirik. Çox sağ olun qatıldığınız üçün, qiymətli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Başda müdürəm olmaqla bütün liderlərə. Sabah eyni saatda gözləyirik hamınızı. Mən də qoşulacağam inşallah. Sağ olun. Kimin Sağ olun. seminarı olacaq? Sabah kim olacaq? Zümrüt müdürüm. Mövzumuz nə olacaq? Əslində sabah yəqin ki, o eləyə bilməyəcək. Çünki Gəncəyə gedirik sabah. Ola bilsin ki, sabah boş oldu. Ya da baxarıq əvəzinə başqa bir adam salarıq. Sabah yenə özüm verərəm. Heç gör sözdür. Lap yaxşı, əla. Baxarıq müdürlərdən getməyin kim varsa əvəzləşdirərik. Bu gün yarımçı qalanları sabah danışarsınız. Mütləq. Oldu qızlar, sağ olun. Sağ olun. Sağ olun. Gecə